Mayın 28-də İrəvanın Respublika meydanında Ermənistanın Respublika günü münasibəti ilə uzun müddətdən sonra ilk böyük hərbi parad keçirildi. Bu parad həmişəki Sovet üslubunda təşkil olunmamışdı və ağır texnikanın iştirakı ilə fərqlənmirdi. Baş nazir Nikol Paşinyan paradı yeni Ermənistan ordusunun hesabatı kimi təqdim edib. Yeni silahlar, yeni format və yeni ideologiya ilə. Parad 7 iyun 2026-cı il parlament seçkilərindən cəmi bir həftə əvvəl baş tutub və ölkənin hərbi modernləşdirilməsini nümayiş etdirmək məqsədi daşıyıb. Paradda təkcə yerli istehsal deyil, həm də 7 ölkədən Fransa, Hindistan, İran, Çin, Rusiya, ABŞ kimi ölkələrdən alınan silahlar sərgilənib. Bu, Ermənistanın Rusiyadan asıllığını azaltmaq və silah mənbələrini diversifikasiya eləmək siyasətinin açıq nümayişidir. Paradda sərgilənən silah və texnika, həmçinin aviasiya vasitələrinə nəzər salaq. Fransanın istehsal elədiyi Bastion zirehli maşınları 12,7 mm-lik M2 pulemyotları ilə təchiz olunub. Hindistanın Tata şassisi üzərində zirehli maşınlar, Wolf 4 ayaqlı kəşfiyyat zərbə robotları, Fransa istehsalı olan 155 mm-lik Sezar özüyeriyən artilleriya qurğuları, həmçinin Hindistan istehsalı olan 155 mm-lik Atak sabitsaları, 155 mm-lik Mark özüyeriyən artilleriya qurğuları və Trajan habitsaları, Rusiya istehsalı olan 122 mm-lik D-30 habitsaları, TOS-1A ağır od atan sistemləri, yerli istehsal olaraq təqdim olunan 122 mm-lik Atlant çoxlüləli raket sistemi, 82 mm-lik Hrazdan və 120 mm-lik Sevan minatanları nümayiş olunub. Reaktiv yaylım ateşi sistemlərində ən çox diqqət çəkən məqam Hindistan istehsalı olan 214 mm-lik Pinaka çoxlüləli raket sistemi olub. Ermənistan bu paradda hava hücumundan müdafiə sistemlərinə böyük yer ayırıb. Hindistan istehsalı olan Akash hava hücumundan müdafiə sistemləri, İran istehsalı olan AD-08 Macid qısa mənzilli hava hücumundan müdafiə sistemləri, həmçinin Rusiya istehsalı olan Tor M2KM qısa mənzilli hava hücumundan müdafiə sistemləri nümayiş olunub. Hərbi paradda tank əleyhinə idarə olunan raket sistemləri də diqqət çəkib. Çin istehsalı olan GAM-120LR, Rusiya istehsalı Kornet M tank əleyhinə raket sistemləri nümayiş olunub. Aviasiya vasitələrinin nümayişində isə ən çox diqqət çəkən məqam Su-30 SM qırıcıları olub. Belə ki, Rusiya Ermənistana yalnız 2 ədəd Su-30 SM satdığı halda, hərbi paradda 3 ədəd Su-30 SM qırıcısı nümayiş olunub. Daha bir diqqət çəkən məqamsa bu Su-30'ların üzərində olan İran istehsalı Yasin idarə olunan aviasiya bombaları olub. Bu bombalar həm də uçan sursat hesab olunur.